2026-cı ildir. Bax, çəkiliş bu vaxtda aparır. Mingəçevirdə bu su kanal idarəsinin müdürü gələndən sonra bax, bütün bu padezləri iyi verib iyilənir. Bax, padezlər, bax, görürsünüz. Hamısı, necə deyim, kanalizasiya suları. Milyonlarla pul xərcləyiblər dediklərinə görə ki, bu padvalları düzəltsinlər. Amma iydən, qoxudan içəri girmək olmur. İndi video kamerada o iyi görsənmir. İndi insanların da çəkəcəm sözlərini desinlər. Nizami, Mingəçevirdə Nizami 10 drop 37-nin növbəti padezindən bax, biz video çəkiliş edirik. Xala, nə problemlər var? Bax, bir dənə deyin. Valla qara milçəklər, kanalizasiyanın iyi, evdə oturmaq, yatmaq mümkün deyil. Bütün evin içinə dolu. Heç gündəyik. Valla iyiden qoxdan ağzımızı tutub çıxırıq. Bu yaxınlarda, bax, heç bir il deyil. Buranı güya ki, təmir ediblər. Baxın. Bax, bu təmir olunan yerlərə baxın. Azərsu da gəlir, cəmaatın suyunu kəsir, çıxır gedir. İyrəncilik, milçəklər, bax, görürsünüz də yəqin ki. Qara milçəklərə yuxarılar. Hamısını indi çəkibsə göstərəcəyik. İlk günündəyik, o da yaşayış deyil. Azərsu'nun rəhbəri də, su kanalının da rəhbəri gəlir, ancaq cəmaatın suyunu kəsir, borc yazır, ancaq işləri odur. Mingəçevir icra başçısından da görüşündə də dəfələrlə cəmaat deyib. Yalandan gəldilər ki, əsaslı təmir elədilər. Baxın. Mən çəkirəm hamısını. Düşür. Baxın. Milçəkləri də görürsünüz də. Problem nədir? Bax, mən indi çəkirəm yenə də. İnanırsınız qardaş, padezin iyisi, qoxusu, kanalizasiyanın, üfunət iyisi. Evdə də mümkün. İnanın ki, evdə dayanmaq mümkündür. Bir otaqlı mənzildir, yatacaq yerimiz də buradır, çörək yediyimiz yer də buradadır. İnarsız adam diksinir, adam irgənir. Evə gəlir qonaqdan da xəcalət çəkirsən. Mən özüm də bu binada qalıram. Bu problem illərdir davam edir ha. Yəni bu bir günün, bir ilin problemi deyil. Dəfələrlə demişik, gəlib ki, yenə də deyirəm, əsaslı təmir adına ediblər. Baxın. Bax, buranı gəldilər, yalandan güya təmir ediblər. Heç bir il deyir ha. Allah, mən evi remont eləyəndə o aynan qabağını zadım, o ustaya dedim ki, biraz oraları zadı, biraz əl gəzdir. Özüm elətdirmişəm oralarda. Bəli. Bəli, çox baxımsız vəziyyətdədir. Çox padval nə gündə, iyi qox nə gündə. Qardaşlar, indi nə var ailənə? Dəfələrlə də deyilib, gəlib bax, yola verdi, çıxıb gediblər. Ancaq yenə deyirəm, su idarəsi də gəlir buranın, cəmaatın suyunu kəsib çıxıb gedir. Bunların işi odur. İcra hakimiyyətinə də deyilib, ortada da heç nə yoxdur. Deməli, Mingəçevir şəhər Nizami 10, drop 37 bina. Hamısı o gündədir, amma fakt bu dəqiqə bu... Yay deyil, qardaş, elə yay deyil. Yəni bu iyi indidən... Hələ mart ayda, hələ hava şey olan vaxt.